Vaxtında daşınan tullantılar, səliqəli küçələr və təmiz şəhərlər. Bütün bunların arxasında sistemli idarə etməklə yanaşı müasir təchizat dayanır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə Gəncə Avtomobil Zavodunda istehsal edilən bu maşınlar ölkəmizin müxtəlif şəhər və rayonlarına göndəriləcək. Ekologiya və Təbii Sərvətlər Naziri Rəşad İsmailov və Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev layihə barədə dövlətimizin başçısına məlumat verdilər. Ümumilikdə, layihə çərçivəsində hər birinin tutumu 22 kubmetr olan 70 maşın istehsal edilib. Kommunal texnikanın 2 toplantı meydançasından, Bakı şəhərində Bakı Expo mərkəzinin qarşısından və Gəncə şəhərində Gəncə Avtomobil Zavodunun həyətindən Azərbaycanın 58 şəhər və rayonuna göndərilməsi planlaşdırılır. Azərbaycanda paytaxt Bakı ilə yanaşı bölgələrimizin inkişafı, orada müasir sosial infrastrukturun, o cümlədən parkların, yaşıllıq və meşə zolaqlarının yaradılması və bununla da ümumilikdə ölkəmizin ekoloji durumunun yaxşılaşdırılmasına yönəlmiş layihələr ardıcıl şəkildə davam etdirilir. Bu baxımdan məişət tullantıları daşıyan texnikaların şəhər və rayonlarımıza göndərilməsi bir neçə vacib amili özündə birləşdirir. Belə ki, bu ilk növbədə regionlarda kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi və sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılmasına töhfə verəcək. Beləliklə, müasir yeni texnikalar məişət tullantılarının vaxtında və səmərəli daşınmasını və yaşayış məntəqələrində təmizlik işlərinin daha keyfiyyətli aparılmasını təmin edəcək. Bununla yanaşı, layihə ətraf mühitin mühafizəsi baxımından da mühüm rol oynayır. Layihənin daha bir mühüm məqamı odur ki, bu maşınlar yerli istehsaldır. Ümumilikdə, indiyədək Gəncə Avtomobil Zavodunda çox sayda traktor, kombayn, kənd təsərrüfatı texnikası, minik və yük avtomobili və digər texnika istehsal olunub. Qeyd eləyək ki, Gəncə Avtomobil Zavodunun əsası 1986-cı ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub. 2004-cü ildə Prezident İlham Əliyevin tapşırığı ilə bu istehsal müəssisəsi fəaliyyətə başlayıb. Hazırda zavodda 500-ə yaxın işçi çalışır.